Bu bərnamədə İsa Məsihin öz haqqında iddia etdiyi başqa bir mətləbə baxacağıq. İsa'nın bu iddiası Yuhanna rəvayət etmiş İncilin 11-ci fəslində gəlib ki, bunu çox əziz dostunun ölümü vaqiəsində bəyan edir. Onun dostu İlazər naxoş olmuşdu. İlazərin Məryəm və Marta adlı iki bacısı var idi. Marta İsa'ya xəbər göndərmişdi ki, dostu İlazər naxoşdur və ondan istəmişdi ki, gəlib ona şəfa versin. Lakin İsa gəlməyini yubatmışdı və bu arada İlazər ölmüşdü. Nəhayət İsa onların olduğu yerə yola düşür. İndi qoyun mətləbin qalanını elə bu fəsildən sizə oxuyum. 11-ci fəsil 17-ci ayədən. İsa Beyt Ənyaya yaxınlaşanda İlazərin qəbirə qoyulmasından 4 gün keçirdi. Beyt Ənyanın Orşəlimdən yarım ağacdan az arası var idi. Və Yahudilərdən çoxları Məryəm və Martanın yanına gəlmişdilər ki, qardaşlarının ölümü üçün onlara təsəlli versinlər. Marta İsa'nın gəldiyini eşidən vaxt onun qabağına çıxdı. Amma Məryəm evdə oturmuşdu. Marta İsa'ya dedi, ağa, əgər burada olsaydın, qardaşım ölməzdi. Və indi də bilirəm ki, Tanrıdan nə istəyəsən, Tanrı sənə verəcək. İsa ona dedi, qardaşın cinə diriləcək. Marta ona dedi, bilirəm ki, qiyamət günündə, o axır gündə cinə diriləcək. İsa ona dedi, qiyamət və həyat mənəm. Mənə iman gətirən ölsə də yaşayar və yaşayan hər kəs mənə iman gətirsə əsla ölməz. Aya buna inanırsan? Marta ona dedi, bəli ya Rəbb, inanmışam ki, Məsih sənsən, o Tanrının oğlu ki, onun bu dünyaya gələcəyi qabaqdan xəbər verilib. Bunu deyəndən sonra gedib bacısı Məryəmi gizlicə çağırdı və ona dedi, Ustad buradadır, səni çağırır. Məryəm bunu eşidəndə tələsik qalxıb İsa'nın yanına gəldi. İsa hələ kəndə girməmişdi və Marta ilə rastlaşan yerdə idi. Məryəmlə evdə oturan yəhudilər və ona təsəlli verənlər Məryəmin tələsik qalxıb getdiyini görəndə onun dalınca getdilər və güman edirdilər ki, gedir qəbrin üstündə ağlasın. Məryəm İsa'nın olduğu yerə gəldi və onu görəndə onun ayaqlarına düşüb dedi, ağa, əgər burada olsaydın, qardaşım ölməzdi. İsa Məryəm və onunla gələn yəhudilərin ağladığını görəndə ruhunu qəm bastı və ürəyi sıxıldı və dedi, onu haraya qoyubsunuz? Onlar İsa'ya dedilər, ağa, gəl özün gör. İsa ağladı. Buna görə yəhudilər dedilər, göl İlazəri nə qədər sevirdi. Amma onlardan bəzilər dedilər, aya kör adamın gözlərini açan bu adam o kişinin ölümünə mane ola bilməzdi. İsa'nın ruhunu cinə qəm bastı və qəbrin yanına gəldi. Qəbir bir mağara idi və girişinin ağzını bir daş tutmuşdu. İsa dedi, daşı götürün. Ölənin bacısı Marta ona dedi, ağa, İndi o qoxuyur, ölümündən 4 gün keçir. İsa Martaya dedi, demədim, əgər iman gətirəsən, Tanrının cəlalını görərsən. O vaxt mağaranın ağzını tutan daşı götürdülər və İsa gözlərini göyə qaldırıb dedi, ata, məni eşitdiyin üçün sənə şükür edirəm və bilirdim ki, sən həmişə məni eşidirsən.
Amma burada duran cəmaat üçün dedim ki, sənin məni göndərdiyinə iman gətirsinlər. Və bu sözləri deyəndən sonra uca bir səslə çağırdı, İlazər, eşiyə gəl. Ölmüş adam əl-ayağı kəfən içində bağlı və üzü dəsmalla sərilmiş eşiyə çıxdı. İsa onlara dedi, onu açın, qoyun getsin. Bu mətləbi Yuhanna rəvayət etmiş İncildən sizə oxudum. Yuhannanın İncilində yazılan təlimlər və vaqiələr hamısı seçilmişdir. Və Yuhanna bunu onun üçün edir ki, bunlar bizə nişanə və əlamət kimi İsa'nın kim olduğunu görsətsinlər. Və biz bunun sayəsində İsa'ya iman gətirib, bu imanın nəticəsində gələn həyata da malik olaq. Burada Yuhanna İsa'nın qüdrətini çox şeylər üstünə göstərir, xüsusən də naxoşluq və cürbəcür mərəzlər üstünə. Buna görə də təbii görünür ki, düşünək, İsa dostu İlazərin naxoş olduğunu eşidəndə, hətmən də hər şeyi buraxıb, tələsik onun olduğu yerə gəlsin və ona şəfa versin. Hətta İsa eləyə bilərdi ki, elə olduğu yerdən əmr etsin və İlazər sağalsın, necə ki, başqa bir möcüzədə də etmişdi. Lakin mətn bizə aydınca deyir ki, gərçi İsa bu ailəni çox sevirdi, amma yenə də oraya getməyi əmdən yubadır. Çünki İsa'nın mühüm bir amacı var idi. Buracaq İsa hamıya göstərmişdi ki, naxoşluqlar üstünə qüdrət sahibidir. Lakin bu vaqiədən istəyirdi istifadə edib, onlara başqa bir şey də göstərsin və o da bu ki, onun ölüm üstünə də qüdrəti var. İsa burada istəyirdi ki, İlazəri ölümdən dirilsin və bununla həm bunu isbat etsin ki, ölüm üstünə də qüdrəti var, həm də bu möcüzə onun bu iddiasını təsdiq etsin ki, qiyamət və həyat mənəm. Çünki elə bu bais olar ki, İsa'nın bu iddiasını öz həyatımızda da imtihana çəkək. Doğrudan da burada çox şeylər var ki, eləyə bilərik onları öz həyatımızda işə salaq. Bu vaqiə doğrudan da insanın fəlakət vəziyyətini göstərir və bunu da ki, necə bu fəlakət vəziyyət İsa'nın ona ayaq basdığı zaman şöfkətli bir vəziyyətə dönə bilər. Bu vaqiənin bir tərəfində insanın çarəsizliyi görünür və o biri tərəfində də İsa'nın şöfkət və cəlalı o zaman ki, bu fəlakət vəziyyətə ayaq basır. Burada görürük ki, İsa İlazərin yanına gəlməyi yubadır və İlazər ölür. İsa metafor səbki ilə şagirdlərinə İlazərin ölümünü xəbər verir və sonra da onlara deyir ki, istəyir Orşəlimə getsin. Əlbəttə ki, şagirdlər bunu eşidəndə harasa düşürlər. Çünki Orşəlimdə Yəhudi alimləri İsa'ya sui-qəsd hazırlamışdılar. İsa üçün Orşəlim hər yerdən daha çox xətərli idi. Yəhud xalqı Orşəlimdə İsa'nı çox incitmişdi. Ona çox həqarət etmişdilər. Neçə dəfə canını almağa qəsd qurmuşdular. Amma İsa hər halda durub gedir və şagirdlər də xətərin nə qədər ciddi olduğunu bilən halda yenə durub onunla Orşəlimə tərəf yola düşürlər. Baxın, vəziyyətin xətərli olduğu, əzablar, əziyyətlər
əsla eləyə bilməzdi ki, İsa'ya oraya getməkdə mane olsun. Hər yerdə ki, istəyək Tanrının nurunu, Tanrının şövkətini zahir edək, belə xətərlər olacaq. Təzə, bu xətərlərdən əlavə, İsa'nın getdiyi yerdə fəlakət idi. Ora yas ev idi. Hər yerdə matəm var idi. Hər kəs şivən edirdi. Bacıların da vəziyyəti yaxşı deyildi. Bütün vücudlarına şübhə düşmüşdü. Niyə İsa gəlmədi ki, onların qardaşına şəfa versin, onun ki, bu işə qüdrəti var idi? İsa belə bir vəziyyətə ayaq basmışdı. Onların olduğu kənd Urşəlim şəhərinə çox yaxın idi. Onun üçün də Urşəlimdən çox adam oraya gəlmişdi. İsa'nın girdiyi bu vəziyyətdə başqa bir şey də var idi. Orada Urşəlimdən gəlmiş biri də var idi ki, deyirdilər, baxın, bu adam hər yeri gəzib möcüzə edir. Əgər biz bunun belə etməsinə icazə verək, Rumlular gəlib bizi tutacaqlar, yerimizi, məbədimizi də əlimizdən alacaqlar. Bu iddənin bu sözü aydınca göstərir ki, İsa'nın o qədər möcüzə etməsi və bu möcüzələrin nəyə işarə etməsi onlara əsla mühüm deyilmiş. Onlar hər halda qərar vermişdilər ki, inanmasınlar. İsa'nın ayaq basdığı vəziyyətin bir neçə mətləbini onun üçün sizə dedim ki, görəsiz bu zamananın da vəziyyəti nə qədər o zamanaya oxşardır. Və o zaman ki, xalqın bu vəziyyətinə İsa'nı və onun sözünü gətiririk, nə çətin vəziyyət qabağımızda var. Ətrafımız ölülər ilə doludur, hər yerdə matəm və şivən var. İnsanlar bu qədər zorluqlar altında, bu qədər zülm və qəddarlıq altında artıq Tanrının varlığı haqda da şübhəyə düşüblər. Və çox adamda var ki, nə qədər dəlil mədrəkin olması onlara əsla mühüm deyil. Onlar qərar veriblər ki, inanmasınlar. Və İsa belə bir vəziyyətdə elə Tanrının şövkət və cəlalını göz qabağına qoyur. Görün, Martanın o cileylik sözü qabağında İsa nə deyir? Marta onun pişvazına çıxıb deyir, ustad, əgər burada olsaydın, qardaşım ölməzdi. Və İsa buyurur, qardaşın cinə diriləcək. İsa bu matəm içində yaşayan bacıya bu söz ilə bunu deyir. Ölüm hər şeyin axırı deyil. Və bunu əməldə də göstərəcək idi. İlazərin ölümdən dirilməsi ilə yox, özünün də ölümdən dirilməsi ilə. İsa bununla göstərəcək idi ki, insanın düşməni ölümə, o zəfər qazanıb və artıq ölüm hər şeyin axırı deyil. İsa bununla biz insanlara bunu da deyirdi ki, ölümdən sonra həyat da var. Çox adam bu mətləbə inanmır və çox da arxayın deyir ki, sən öldükdən sonra artıq hər şey sən üçün axıra çatıb. Halbuki heç kəs belə bir şey deyə bilməz. Belə bir sözü ancaq o adam deyə bilər ki, ölmüş olsun, sonrası dirilib və bizim yanımıza gəlmiş olsun. Və beləcə bizə desin ki, ölüm hər şeyin axırıdır. Amma əgər belə də olsa, yenə bu adam öz sözünü rədd etmiş olacaq. Çünki öldükdən sonra onun həyatı başa gəlməyib ki, dirilib və yanımıza gəlib.
Görürsünüz, heç kəs belə bir sözü deyə bilməz. Halbuki İsa gələcək həyat barədə belə təlim verir. Doğrusunu sizə deyirəm, mənim sözümü eşidib, məni göndərənə iman gətirən adamın əbədi həyatı vardır. O mühakimə olmayacaq. Əslində, o ölümdən həyata keçib. Doğrusunu sizə deyirəm, o vaxt elə gəlibdir də ki, ölülər Tanrının oğlunun səsini eşidəcəklər və onu eşidənlər yaşayacaqlar. Çünki atanın özündə həyatı olduğu kimi, oğula da əta edib ki, özündə həyatı olsun. Və ona mühakimə etmək qüdrətini də verib, çünki insan oğludur. Buna təəccüb etməyin. Çünki o saat gəlir ki, bütün qəbirlərdə olanlar onun səsini eşidib eşiyə çıxacaqlar. Yaxşı əməl edənlər yaşamaq üçün çıxacaqlar, pis əməl edənlər mühakimə olunmaq üçün. Bəli, ölülər axır mühakimə üçün diriləcəklər. Yaxşı əməl edənlər əbədi həyat üçün və pis əməl edənlər əbədi hökm üçün. İsa burada Martaya arxayın bu söz deyir. Qardaşın diriləcək. Çünki onu həm elə o zaman dirildəcək idi, həm də öz dirilməsi ilə əbədi həyat üçün onu və bütün ona inananları. Belə bir söz ancaq Tanrının ağzından çıxa bilər. Və görün, İsa başqa nə şövkətli bir iddia edir, qiyamət və həyat mənəm. Və bunun izahında elə bir mətləb deyir ki, gərək onu bir düşünək. Qoyun İncilin özündən sizə oxuyum. Mənə iman gətirən ölsə də yaşayar və yaşayan hər kəs mənə iman gətirsə əsla ölməz. İsa'nın bu sözü ki, qiyamət odur, bu mənadadır ki, o ölümə şikəst verəcək və əbədiyyətdə oturacaq. Ona görə də ölən adamlar artıq ölümün iqtidarı altında ölməyəcəklər. İsa'nın iqtidarı altında öləcəklər və bu iqtidar yenə İsa'da var ki, onları əbədiyyət üçün dirilsin. Buna görə də İsa buyurur, siz mənə inananlar, əgər öləsiz də yenə mənim iqtidarım altındasınız və sizi əbədi həyat üçün yaşadacağam. İsa fəqət demir ki, o qiyamətdir, bunu da deyir ki, o həyatdır və belə deyir. Mənə iman gətirən ölsə də yaşayar və yaşayan hər kəs mənə iman gətirsə əsla ölməz. Görürsünüz ki, imanlı adam üçün artıq iki mətləb var. Əgər ölür, ölümün yox, İsa'nın iqtidarı altında ölür. Çünki İsa ölümə şikəst verib və onun qüdrətini aradan qaldırıb. Onun üçün də ölüm onlara bir qapıdır ki, ondan əbədi həyata girirlər. İkinci mətləb bu ki, İsa təkrar gələcək və onun təkrar gələcəyi zaman ona peyrəv olanlar artıq ölməyəcəklər. Onunla əbədi həyata girəcəklər. Və görün, İsa bu sözün axırında həm Martanı, həm də bizi nə sualına rastladır? Aya buna inanırsan?
Əgər İsa bugün sizin o müsibət vaxtınızda sizin yanınıza gəlsə və sizə desə ki, əziz dostum, qiyamət və həyat mənəm, bax, əgər mənə inanasan, ölsən də cinə səni əbədi həyat üçün dirildəcəyəm. Çünki ölümün yox, mənim iqtidarım altında ölübsən. Amma əgər elə ola ki, mənim təkrar dönəcəyim zamanacaq, hələ dirisən, hələ diri qalıbsan, o zaman həyatın əbədəcək davam edəcək. Və sonrası sizdən bunu soruşsa ki, aya buna inanırsan, siz nə cavab verərsiniz? Bu o sualdır ki, bizim hamımızın qabağındadır. Marta İsa'nın bu sualı qabağında görün nə cavab verir? Bəli, mən inanmışam ki, ölümdən sonra həyat var, mühakimə günü var, ölülərin dirilməsi var. Amma İsa'nın sualı budur. Aya inanırsan ki, qiyamət və həyat mənəm? Və Martanın cavabı bu sualın qabağında budur. Bəli, ya Rəbb, inanmışam ki, Məsih sənsən, o Tanrının oğlu ki, onun bu dünyaya gələcəyi qabaqdan xəbər verilib. Və hekayənin qalanını bilirsiniz. İlazərin ölümündən 4 gün keçmişdi. İsa əmr verir ki, məqbərənin ağzını tutan daşı bir yana çəksinlər. Marta İsa'ya deyir ki, ölünün bastırılmasından 4 gün keçir. Və görün İsa ona nə deyir? Marta, məgər demədin ki, inanırsan? Məgər mən sənə demədim ki, əgər inanasan, Tanrının cəlalı və şövkətini görərsən. Bəli, əzizlərim, olar ki, biz çox mətləbləri teori bir şəkildə inanmış olaq. Amma bu doğru inanc deyil. Doğru inanc odur ki, həyatımızda bu inanc özünü əməldə görsətsin. İnancımız əməllərimizə şəkil və cəhət versin. Buna görə də doğru sual budur. Aya doğrudan İsa'ya və onun kim olduğuna inanırıq? İsa ölmüş İlazərə əmr edir ki, eşiyə çıxsın. Baxın, İsa'nın əmri qabağında İnsanlar gərək itaət etsinlər. Lakin ölülərin itaət etməyə qüdrətləri yoxdur. İtaət etmək üçün onlara gərək Tanrı tərəfindən qüdrət verilsin. Və burada görün İsa həqiqətən kimdir. Onun əmrinin içində itaət etmə qüdrət də var. Çünki bu İsa mövud olan xilaskar və Tanrının oğludur. Tanrının bütün qüdrəti ondadır. Bəli, İsa'nın bütün əmrlərindən əgər istəyək itaət edək, bu itaət etmə qüdrəti bizə verilər. Əziz dostum, ölüm var. Mühakimə də var. Lakin şükür olsun İsa'ya ki, qiyamət və həyatdır və ona inananları, ona peyrəv olanları əbədi həyat üçün dirildə bilər. Buna görə də biz insanlara indi bu imkan var ki, əbədi həyata girə bilək. Aya buna inanırıq? Aya buna inanırsan? Bənzəyirsən ətirliklə, uzaqdan mənsən qoxladım bəsdir. Sən də etdin
günahlar elə. Yenidən çarmıxa mıxladım bəsti. Ata, ay ata, özümü özüm üçün saxladım bəsti. Ata, ay ata, özümü özüm üçün saxladım bəsti. Özümü özüm üçün saxladım bəsti. Rəq öz ilə mənə yol çəkib, mənə yol çəkib. Bu yolda irəli çıxmadım bəsti, çıxmadım bəsti. İmanlayı bilsin belini büküb, ayaqlar altına yıxmadım bəsti. Ata, ay ata, özümü özüm üçün saxladım bəsti. Ata, ay ata, özümü özüm üçün saxladım bəsti. Özümü özüm üçün saxladım bəsti. Lütfunla yenidən gəldim həyata, əllərimə latıb əlindən